Hoş geldiniz. Necə deyim bu insana, kimin vasitəsilə deyim, bəlkə də kimin vasitəsiylənsə desəm, bu insanın xətrinə dəyər. Amma yəni gözlənilməz bir anda mənə Elə YouTube'da da sizə belə bir xoş, gözəl görünmək üçün yox, ümumiyyətlə həyatda insana yaxınlaşdıran, onu birləşdirən nədir o elmdir, bilirdi, siz çox savadlı. Elə danışdınız ki, elə bil dünən olub bu hadisə, elə danışdınız ki, elə bil siz də bu hadisənin içində olursunuz. Belə, yəni... Onsuz da mən ekstrasensəm, bəli, içəri girəndə mən sizi oxuyuram. Onsuz da bunu cəmiyyət də bilir. Amma cəmiyyət gələcəyinizi bilmir. Gələcəyiniz çox gözəldir. İnsana 3 mərhələ verilir siftə. Birinci mərhələ çox gözəl, orta, çox pis gün, depressiya və uçurum. Amma gələcəyi Allah bilir. Və Allahın verdiyi, əgər mən Allaha bağlıyamsa, Allahdan mənə verilən o hissiyat var ki, mən sizin gələcəyinizi çox yaxşı görürəm. Düşünürsünüz ki, bəlkə də qıraqdakılar, üzr istəyirəm sözümə görə, hörmət eləməyəsə, amma yox, siz düşünün ki, həmişə elə hörmətdə qalmışsınız, hörmətli qalmışsınız və həmişə də sizə hamı hörmət eləyib. Və mən sizə hörmət eləməsəydim, sizinlə bu cür danışmazdım və mən belə deyim, siz mənim yanıma gəldiniz, mənə dediniz ki, sizin haqqınızda çox şeylər eşitmişəm. Mənə gələcəyim haqqında yox, mənə sizin köməyiniz lazımdır ki, motivasiya verin ki, ay Allah verdi müəllim, hər şey yaxşı olacaq ya da pis olacaq, mən gözümü yığım. Və mən də deyirəm ki, səbirli olun, Allah böyükdür, Allaha tabi olun, Allahdan kömək istəyin. Mən də Allahdan kömək istəyirəm və mən onun köməkliyi ilə sizə motivasiya verirəm. Atalarda bir məsəl var, deyir, igidin adını eşitmişim, görməməndən gəldim, gördüm, sizdən o motivasiyanı da aldım, çox xoş oldu mənim üçün. Allah